Hər kəsə salam, mənim adım Mahmudova Fidan. Mən 1550 SAT balımla Azəredu komandasına müraciət etdim və Türkiyə burslarının üstün başarı proqramı ilə Qazi Universitetində tibb təhsilini alacağam. Mən Türkiyə bursları ilə Qazi Universitetinə qəbul olmuşam, üstün başarı proqramı ilə. Türkiyə tibb sahəsində həmişə ən qabaqcıl ölkələrdən biri olub. Bundan başqa, Türkiyədə mentalitetlərimiz oxşar olduğuna görə, həmçinin qardaş ölkə olduğuna görə, o ölkədə adaptasiya olmağın daha az vaxt sürəcək. Buna görə də Türkiyə ən optimal seçim idi və həmçinin arzuladığım universitet də o ölkədə idi zaten. Ona görə Türkiyəni seçdim. Mənim əsas məqsədim Türkiyədə təqaüd proqramı ilə təhsil almaq idi və biraz araşdırdıqdan sonra gördüm ki, Azəredu komandası bu təqaüd proqramı üzrə ən professional komanda idi. Buna görə də Azəredu ailəsini seçdim. Türkiyə burslarında necə rəqabətçil bir proqram olduğunu bildiyimə görə, imtahanlarımı başqa kursda hazırlaşdığıma baxmayaraq, sənədləşmə prosesimi daha professional komanda ilə keçirməyi istədim. Buna görə də Azəredu komandasını seçdim. Çünki Azəredu komandası Türkiyə bursları proqramında ən çox nəticə göstərən bir kursuydu və buna görə də bu ailəni seçdim. Bir neçə kurslarla maraqlandım, konsultasiyalar keçirdim və Azəredu ailəsinin daha professional, daha çox məlumat verdiyini gördüm. Yəni digər konsultasiyalarla müqayisə etdikdə Azəredu komandasının necə bu proqramdan məlumatçıl, təcrübəli olduğunu görəndə bu komandanın doğrudan da professional olduğunu başa düşürsən. Ona görə də Azəredu komandası ilə davam etdirdim və istədiyimə nail oldum. Türkiyə burslarının rəqabətçi bir proqram olduğuna görə yalnız şagirdin intellektual, akademik göstəricilərindən başsavayıda peşəkar dəstəyə ehtiyacı olur. Çünki bildiyimiz kimi intervyu mərhələsi var Türkiyə burslarında və bunların hamısına hazırlaşmaq üçün peşəkar bir köməyə ehtiyac var. Yəni bu peşəkar köməyin nəticəsində şagird özünü hansı yöndən göstərməyini öyrənir və necə daha gözə çarpan, yəni bu proqram üçün daha uyğun olduğunu göstərməyi bacarır. Azəredu komandasının da bu peşəkar dəstəyi göstərəcəyindən heç bir şübhəm yox idi ki, bu konsultasiya zamanında göstərdi onu. Azəredu komandasına doğrudan da çox təşəkkür edirəm. Çünki zaten bu qəbul prosesi çox həyəcanlı bir prosesdir. Hər birimiz, yəni mənim kimi qəbul prosesinə hazırlaşan hər biri bunu çox yaxşı başa düşür və Azəredunun peşəkar olmağından savayı çox səmimi bir komanda olduğunu görürsən. Hər daim kömək eləyir, yəni istənilən saatdan fərqi olmayaraq nə vaxt sualını versən, həmişə bir məlumat, yəni dolu məlumatla cavab verir və adamın içinə bir su səpilir sanki. Ona görə Azəreduda adam özünü güvəndə hiss eləyir. Buna görə də çox təşəkkür edirəm. Xüsusilə Ayda xanıma ki, mənim qəbul prosesimi çox professional şəkildə keçirtdi və istədiyimə nail olmaq da mənim üçün çox böyük bir kömək oldu.